Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizə danışmaq istəyirəm qanazlıq haqqında. Qanazlığı və yaxud da anemiya bu demək çox sayda qan xəstələri içərisində ən çox tədavül olunan xəstəlikdir. Demək qanazlığın iki növü var. Bir var dəmir çatışmazlığı müşahidə olunan qanazlığı, bir də var hemolitik qanazlığı. Bunların hər ikisini bir səbəb birləşdirir ki, bu da qanda hemoqlobinin və yaxud da eritrosit, yəni qırmızı qan hüceyrələrinin azalmasıdır. Hemoqlobin oksigenlə birləşərək ağciyər orqanizminə daxil olur və bütün orqanizmə yayılır. Damarların zəifləməsinin nəticəsində baş verən qanazlıq çox təhlükəlidir. Demək, həkimlər təcrübələr göstərir ki, demək, dəmir çatışmazlığı qanazlığı nə səbəb olur? Bu demək olar ki, xroniki mədə xorası, babasel, uşağın miyoması və yaxud da ki, qalxması ilə müşahidə olunan bəzi şiş xəstəlikləri. Bunlar qanazlığa səbəb ola bilər. Və hətta demək ki, cüzi qalxmasının müşahidə olunan bu vasitə gətirib qanazlığına gətirib çıxarda bilər. Demək, xroniki bir də dəmir çatışmazlığına nə səbəb ola bilər? Xroniki enterit nəticəsində bağırsaqların soyulması pozulur və yaxud da ki, dəmir qida ilə az qəbul olunur. Adətən kişilər gündə 18 milliqram dəmir qəbul edir ki, bunda 1,5 milliqramı olur. Qadınlar isə 12-15 milliqram dəmir qəbul edir. Bunun da 1,2 milliqramı sorulur. Demək, bütün anemiyaların 95%-ni dəmir çatışmazlığı anemiyalar təşkil edir. Bəzi qadınlarda çox qalxması ilə müşahidə olunan menstruasiyalarda dəmir çatışmazlığı anemiyaya səbəb ola bilər. Həmçinin hamilə qadınlarda və süd verən qadınlarda çox təsadüf olunur. Demək ki, belə xəstələr özlərini halsız, belə əzgin, özlərini zəif hiss edir, baş gicəllənməsi, baş ağrıları, yuxuluq, ondan sonra saç tökülməsi, dırnaqların sınması, ondan sonra dərinin dodlanması, çatlaması müşahidə olunur. Belə adamlarda iştah pozulur. Yəni, bəzi adamlar var ki, əhəng, təbaşir qida ilə qəbul etmək istəyirlər və yaxud da ki, həddən artıq acı yeməklər istəyirlər ki, bu da qanda oksigenin azalması nəticəsində baş verir. Demək, belə adamlarda belə hallar müşahidə olunur. Əsasən müşahidə olunan halsızlıq, yuxuluq, yəni baş ağrıları, baş gicəllənməsi bunlar demək əsas əlamətlərdir. Bir də var B12 vitamin çatışmazlığı müşahidə olunan qanazlığı var ki, B12-də ancaq bildiyimiz kimi ancaq ət və ət məhsullarıdır. Ət məhsulu deyəndə mən kolbasanı demirəm, skandinav ətdən söhbət edir. Burada qırmızı ətdən söhbət gedir, mal ətindən, qoyun ətindən. Burada toyuq balığından söhbət getmir. Demək, ancaq burada ət süd məhsullarından istifadə, ətdən, süddən, yəni ət və süddən istifadə etmək lazımdır. Bəzi adamlar gluten deyib çörək yemirlər. Ancaq çörəkdən istifadə etmək lazımdır ki, çünki B12 ancaq çörəkdə vardır. B vitaminlər çörəkdə vardır. Ona görə də indi bir dəb çıxıb adamlar çörək yeməkdə gluten deyə çörək yemirlər. Ancaq çörək yemək lazımdır ki, ancaq çörək yemək lazımdır. B12 vitamini bu qanazlığında da bu əsas başlayır, ağızda quruluq baş verir, dilin rəngi dəyişir. Ondan sonra burada demək, bu qanazlığında mədə nahiyəsində ağrılar baş verir, insanda ürək olması və qarın içməsi də baş verir. Bu ki, bunu da indi mən deyəcəm, pərzini deyəcəm ki, nə etmək lazımdır. Bir də var fol tuşu çalışmayanda qanazlıq olur ki, fol tuşda məlum məsələdə bilir ki, fol tuşda əsasən buğda düzəlmişində var. Buğda düzəlmiş haqqında mən öz kanalım, burada mənim videom var, ona baxın. Bu necə düzəldilir, necə istifadə olunur. Mən onu demişəm öz kanalımda. Kim ki, əvvəlki videolara baxmayıb, o videolara baxın, zəhmət çəkin, baxın və görürsünüz ki, buğda düzəlmiş haqqında mən danışmışam. Bir də fol tuşu var mərcidə. Mərci haqqında mən danışmışam, mənim videom var. Sonra mərci haqqında, mərcidə nə etmək olar? Mərcinin sıfırdır, ondan sonra salçıdır. Bundan istifadə mən hamısını danışmışam. Zəhmət çəkin, baxın, onu görürsünüz. Fol tuşu çalışmazlığı müşahidə olunan qanazlığın əlamətləri də B12 əlamətləri kimidir.
Bir de var ki hemolytik qanaxması. Bu da o bu demək orqanizmdə xüsusi bəzi zəhərlərin, toksik maddələrin, bəzi dərmanların qəbulundan sonra baş verir ki, bu zaman demək ki, bilirubin sarı qəhvəli bir pigment bu artır. Bunun nəticəsində demək ki, hemolytik qanaxması baş verir. Demək ki, mən indi demək istəyirəm ki, bütün qanaxmalar zamanı qan azlığı zamanı bütün qan azlığının bütün növlərində istər B12, istər fol soğuşu, istər dəmir çatışmazlığı zamanı əsas pəhrizdir. Əsas pəhrizdir. Demək ki, qan azlığı zamanı əsas qidaya daxil olan ət məhsulları. Düzdür, mən çox zaman deyirəm ki, ət yeməyin, qırmızı ət yeməyin, toz ət yeməyin. Ancaq qan azlığı zamanı mən deyirəm ki, birinci növbədə demək ki, qırmızı ətdən, mal qoyun ətindən istifadə etmək, ciyər, mal ciyəri, ondan sonra böyrəkdir. Hətta indi müəyyən olunur ki, tovuz ciyərində dəmir daha çoxdur, nəinki malın, qoyunun ciyərindən. Tovuz ciyərindən istifadə edin. Mən demirəm, gedin mağazadan tovuz ciyəri alın. Həyətdə sağlam tovuğu kəsməyin, ciyərində istifadə edin. Bax, onda dəmir çoxdur. Məsələn, yenə deyirəm, ət məhsullarıdır, süddür, ondan sonra çörəkdir, ondan sonra buğda düzəlmişidir, mərcidir, lobyadır, kartofdur, soğandır, göy soğandır. Ondan sonra gül kələmdir, brokkolidir. Bunlardan indi birazdan çıxacaq, üzüm çıxacaq, üzümdən istifadə edin. Yəni qabaqda yay gəlir və müxtəlif meyvə olacaq. Birazdan çeyrək artıq yetişib demək olar ki, bazarda çeyrək var. Ancaq siz onu gözləyin, hələ çıxanda yetişibdir. Çünki hələ ki hava qızmayıb ki, çeyrək yetişsin. Məndə ehtiva hələ ki yetişməyib. Ona görə mən onu yemirəm. Hələ mən onu alıb yeməmişəm. Çünki mən qorxuram ki, o dərmanlı olacaq. Belə istifadə edin. Sonra bir şoma deyir, Bakılar şomu deyir, İspanca deyirlər. Şomadan istifadə edin. Şomadan yəni müxtəlif yeməklər hazırlamaq olur da. Küçün rəmi olar, ondan sonra düyünlə onu hazırlamaq olur ki, çox gözəl də qan azlığına qarşı yaxşı təsir edir. Adi içdiyimiz qara çayı bitki çayları əvəzləyir. Məsələn, bax, çiyərin yarpağını, indi çiyərin yarpağını yığıb istifadə edə bilər. Çiyərin yarpağını dəmləyin üçün. Sonra çiyərin özünün haçan ki çeyrək çıxacaq, onu biraz uzun vaxtını alının qurudun. Sonra onu qışda demək çay kimi dəmləyib içə bilərsiniz. Bu da çox gözəl təsir edir. İtburnu meyvəsini, məsələn, çiyərin yarpağını dəmləyib içə bilərsiniz. Yaxud gicikən meyvə bitkisi. Gicikən də qan azlığına qarşı çox yaxşıdır. Ondan istifadə edə bilərsiniz. Çox gözəldir. Gicikəni məsələn ondan qutalıb bişirmək olur ki, çox yaxşıdır. Həm dadlı qidadır, həm də qan azlığına qarşı çox yaxşıdır. Həm də onun çayını dəmləyib içə bilərsiniz. Ondan sonra müxtəlif, yəni belə mən sizə hesab dedim. İndi mən gələcək videomda mən sizə başqa bir hesab deyəcəm. Qan azlığına qarşı nə etmək lazımdır. Ancaq mən qan azlığına qarşı, məsələn, mən buğda düzəlmişli bir video hazırlamışdım, bir resept hazırlamışdım. Var mənim kanalımda. Bir də mərci haqqında bir video var mənim kanalımda. Yenə də var. Onları axtarın, baxın və görürsünüz ki, nə qədər faydalı reseptlərdir. Mən yenə deyirəm ki, qan azlığının müalicəsində əsasən pəhrizdir. Burada ən əsas, yenə deyir, ən əsas ət məhsulundan istifadə edin. Yəni ət məhsulu deyəndə mən yenə deyirəm, mən karpası demirəm, sosika demirəm. Elə ətdən, qoyun əti, mal əti bundan istifadə edin. Sonra çörəkdən istifadə edin. Çörəkdən imtina eləməyin. Yəni çörəkdən imtina eləməyin, çörək yiyin. İndi kim ki həddən artıq kökdür, özü bilər də, o çörək yeməsin. Ancaq kimdə ki qan azlığı var, o demək çörəkdən istifadə eləsin, buğda düzəlmişindən istifadə eləsin. Lobyadır, ondan sonra mərcidir, gül kələmdir, brokkolidir, balıqdır, bunlardan istifadə edin. İndi balıq da yayda yeyilir, ona görə də bir dənə qidamız var, o da ətdir və ət məhsullarıdır. Bunlardan istifadə edin, yumurtadan istifadə edin. Bir də bal və bal məhsulları, arı məhsulları. Baldan, çiçək tozundan, güləmdən, bunlardan istifadə edin. Məsələn, güləmi üyüdün, çiçək tozunu üyüdün və balla qatın. Biraz bura qara zirə qatın və bal olacaq qəşəng bir məcun və hər gün səhər bir qaşıq yeyin, olsun qəşəng. Bu həm demək yataşı gücləndirir, hansı ki qan azlığı adamlarda yataş zəifləyir. Bundan istifadə edin, qanınız artsın və özünüzü yaxşı hiss edəcəksiniz.
Bu dəfə çox danışdım, 10 dəqiqə danışıram. Qazı haqqında çox danışmaq olar. Məsələn, mən bunun haqqında bir neçə veriliş danışa bilərəm. Ancaq mən əsas şeyləri sizə dedim və sizin vaxtınızı çox almaq istəmirəm. Hələlik bu qədər. Gəlin görüşlərədək. Çalışın ki, sağlam qalın.